Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün uşaqdan böyüyə hər kəsin və mənim də çox sevdiyim qırmızı mərcimək şorbasının hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. 2 stəkan mərcini suyu durulaşana qədər yaxşı yuduqdan sonra üzərinə isti su töküb kənara qoyuram. Belə etdikdə həm mərci tez bişir, həm də daha həlimli olur. Bir ədəd böyük soğanı orta ölçüdə doğrayıram. Qazana kərə yağ əlavə etdikdən sonra soğanları da bura əlavə edib 2-3 dəqiqə qovururam. Sonra üzərinə 1 xörək qaşığı un əlavə edirəm. Unun qoxusu çıxana və rəngi biraz dəyişənə qədər birlikdə qovururam. İki ədəd orta boy kökü bu cür halqavari doğrayıb qazana əlavə edirəm. İki ədəd kartofu da doğrayıb bura əlavə edirəm. Suda gözlətdiyim mərciməyi də bura əlavə etdikdən sonra üzərinə buzluğumda olan sümük bulyonunu və adi su əlavə edirəm. Əziz izləyicilərim, videonu izləyən zaman bəyənməklə, yaxınlarınızla paylaşmaqla və kanala abunə olub bildirişləri aktiv etməklə mənə dəstək olun ki, sizlərə fərqli yeni reseptlər təqdim etməyə daha çox motivasiyam olsun. Sonra 1 xörək qaşığı biberlə qarışıq olan tomat pastasını və zövqə uyğun olaraq duz, istiot, paprika, sarı kök əlavə edib, qapağı yarımölçülü halda orta odda bişməyə qoyuram. Yarım saat keçdikdən sonra mərcimək şorbam artıq bişib və üzərinə quru nanə səpirəm. 1-2 dəqiqədə qaynadıqdan sonra ocağı söndürüb blenderdən keçirirəm. Ümumiyyətlə qırmızı mərcimək şorbasını müxtəlif üsullarla hazırlayıram. Ancaq nə zaman bu cür bişirsəm çox bəyənilir. Onun üçün sizlərlə də paylaşmaq istədim. Bəs sizlər bu şorbanı hansı üsulla bişirirsiniz? Şərhlərdə bişirdiyiniz üsulları mənimlə paylaşsanız şad olaram. Və artıq gördüyünüz kimi qırmızı mərcimək şorbam hazırdır. Yeyən zaman üzərinə biraz da limon suyu sıxıram. Bu cür çox daha ləzzətli olur. Allah hər kəsin ruzusunu bol etsin. Sizlər də hazırlayın, nuş edin. Bəyənməyi, paylaşmağı və fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Göz haqqınızı halal edin. Sağ olun, sağlıqla qalın.